Xoş gördük əziz izləyicilər. Sizə sabaha olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında aprelin 16-sından 17-sinə keçən gecə arabir leysan xarakterli yağış yağacaq, səhər tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Temperatur gecə 6-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Rayonlarımızda bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcək. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 5-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Belə kəskin havalarda özünüzü qoruyun. Hələlik.